Rusiyanın Primorye vilayətinin şimalında pələng meşəbəyiyə hücum edib. Uxazın xəbərinə görə bu barədə AIF.ru nəşri məlumat verib. Məlumata görə 55 yaşlı Andrey adlı kişi qolu qopmuş vəziyyətdə ölü olaraq tapılıb. Həmçinin onun kənd deputatı olduğu məlum olub. Hadisə ilə bağlı məlumatı Amur Pələngi mərkəzindən təsdiqləyiblər. Bildirilib ki, insident Krasnoarmeysk idarəsinin Glubinnoy kəndindən təxminən 40 km aralıda tayqada baş verib. Müəyyən edilib ki, ölən şəxs 2020-ci ildən Krasnoarmeysk rayonundakı İzmailixinski qəsəbəsinin bələdiyyə komitəsinin deputatı olub. Hazırda hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları və Meşə Təsərrüfatı Nazirliyinin, eləcə də Primorsk diyarının ətraf mühiti mühafizəsi, Vəhşi Təbiət və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri işləyirlər. Hüquq mühafizə orqanları ərazidə təhlükəli vəhşi heyvanın olması barədə vətəndaşlara xəbərdarlıq edib. Hazırda məhkəmə tibbi ekspertizası və araşdırma aparılır. Sosial şəbəkələrdə hadisə yerindən videolar yayılıb. Yırtıcı heyvan Andreyin qolunu qopardıb, başını gəmirib.